Salam, hər vaxtınız xeyir olsun. Sınaq 7-dən deməli birinci testi izah eləmək istəyirəm sizə. Deyir, hansı sintaktik üsulla yaranmış sözdə həm də morfoloji üsuldan istifadə olunmuşdur. Sintaktik üsulla yaranmış sözlər deyəndə quruluşda necə sözlər nəzərdə tutulur? Mürəkkəb sözlər. Yəni tərkibində ən azı 2 müstəqil söz işlənən sözlər nəzərdə tutulur. Morfoloji üsulla yaranmış sözlər deyəndə nə nəzərdə tutulur? Quruluşca düzəltmə sözlər. Yəni tərkibində mütləq hansı şəkilçi iştirak eləməlidir? Leksik şəkilçi. Bu testin açıqlaması da budur ki, yəni hansı mürəkkəb sözün tərkibində həm də leksik şəkilçi olan söz var. Yəni quruluşca düzəltmə söz var. A-ya baxaq. Gecə, gündüz, yer, göy. Gecə, gündüz mürəkkəb sözdür. Tərkibindəki sözlərə baxaq. Gecə sadə, gündüz sadə. Yer, göy. Yer sadə, göy sadə. Deməli bu variant deyil. B-yə baxaq. Dəvə, quşu. Dəvə sadə. Quşu sözün tərkibindəki quş, kök, u isə üçüncü şəxsin təkinin mənsubiyyət şəkilçisidir. Quruluşca sadədir. Yəni bu variantda deyil. Dəvə, daban da eyni cür təhlil olunur. Burada da I mənsubiyyət şəkilçisidir. Dəvə və daban sözü də sadədir. B-də getdim. C-yə baxaq. Bildir ki. Sözün kökü bildir. Bildir ki, leksik şəkilçidir. Bu quruluşca düzəltmə sözdür. Bu mürəkkəb söz deyil. Əvvəlki sözün köküdür. Əvvəl sözün köküdür. Ki, leksik şəkilçidir. Yəni bu variantda deyil. Y-yə baxaq. Parabüzən, işıqfor. Burada da mürəkkəb söz yoxdur. D-yə baxaq. Bugünkü sözün tərkibinə baxaq. Bu gün mürəkkəb sözdür. Q isə leksik şəkilçidir. Alnı açıqlıq. Alın sözün köküdür. I üçüncü şəxsin mənsubiyyət şəkilçisidir. Açıqlıq. Sözün kökü aç, açdan açıqlıq, yenə leksik şəkilçi. Alnı açıqlıq sözün tərkibində də 2 söz var. Yəni alnı, açıqlıq hər ikisi və tərkibində leksik şəkilçi də var. Ona görə bizim cavabımız D variantı oldu. Yəni D variantına daxil olan sözlərin hər ikisinin tərkibində 2 söz iştirak eləyib, həmçinin də leksik şəkilçidən istifadə olunduğuna görə bu söz sintaktik üsullarla yaransa da morfoloji üsuldan da istifadə olunan sözdür.